Dostlar, hər vaxtınız xeyirli olsun. Bundan əvvəlki videoda mən sizə bir evi təqdim etmişdim. 660 min manatlıq. Bu bağ evi 625 min manatdır. İnşallah real müştəriyə endirim olacaq. Deməli, qısa olaraq məlumat verəcəm sizə. Hər hansısa sualınız yaranarsa istənilən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Mərdəkəndə əsas yolun yaxınlığında Mərdəkən Buzovna yolun üzərindədir. 7 sot torpaq sahəsində inşa olunub. 5 otaqlıdır, 240 kvadrat yaşayış sahəsi olan 5 otaqlı bir bağ evidir. Qiyməti 620 min manatdır. İnşallah real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Yolu qapıya kimi asfaltdır, su, qaz, işıq daimidir. Sənədləri qaydasındadır. İpotekaya yararlı bir bağ evidir dostlar. Bura bağ evinin girişi, jalüz darvaza, yanında əl qapısı. Girişdən evin görünüşü belə görsənir, dəyərli izləyicilər. Girişdən sağ tərəfdə, sol tərəfdə dekorativ ağaclar və yaşıllıq zolağı mövcuddur. Həyətdə sanitar qovşağıdır, saxlanc yeridir. Həyətin yayqış mətbəxidir dostlar. Mətbəx mebeli yığmaq üçün görünür yerləri var. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah ki, gələndə görərsiniz, sözümüzdə yalan yoxdur. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Belə bir böyük filtrli daşma hovuzu, ehtiyat su anbarı, motorxanası hovuzun baş tərəfində yerləşir. Yaşayış üçün hər cür şərait yaradılıb. Həqiqətən də çox ideal bir bağ evidir dostlar. Burada bağ evin, belə deyək, evin terasıdır, verandasıdır. Mətbəxdən bura çıxış var. Buradan həyətin görünüşü belə görsənir. Əsas yolun yaxınlığındadır. Bir də vurğulayıram. Yoldan maksimum 150 metr. Maksimum 150 metr olar, bəlkə də o qədər də olmaz. Yola çox yaxındır. İdeal bir yerləşməsi var. Çox da möhtəşəm bir bağ evidir. Gəlin evin içi ilə qısa olaraq sizə tanış edeyim dostlar. Bura evin holudur. Ümumi olaraq istipoldur. Deməli, hol, mətbəx, termoqranit, qalan otaqlar bahalı tarketdir. Holun tavan hündürlüyü ən azından 4 metr, 4 metr 50 santıdır. İşıqlıdır, səliqəlidir. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Deməli dostlar, qonaq otağı fikir verirsiniz, necə səliqəlidir, genişdir və hündür tavanlıdır. Böyük vitraj pəncərələr həyətə açılır. Ev işıqlı bir evdir dostlar. Girişdən sol tərəfdə isə mətbəxdir. Mətbəx mebeli yığılıb. Bir vurğulamışdım, mətbəxdən terasa çıxış var dostlar. Ümumilikdə 4 yataq otağı mövcuddur bu evdə. Gəlin evin əsas hamam otağı ilə sizi tanış edeyim. Bura evin əsas hamam otağı və sanitar qovşağıdır. Təbii ki, bir yerdədir. Ümumilikdə 4 yataq otağından birinci yataq otağıdır bu. Yataq otaqları yetərincə genişdir və səliqəlidir. Bura böyük bir yataq otağıdır. Bu yataq otağın özünün daxilində deməli, qardırob otağı da var, sanitar qovşağı da var. Burada sanitar qovşaq hamam otağı ilə bir yerdə, qardırob otağına, üzr istəyirəm, yataq otağına ayrı olandır. Həm qardırob otağı, həm də hamam otağı. Digər bir böyük yataq otağı da burada var dostlar. Bu yataq otağında daxilində özünün hamam otağı, sanitar qovşağı var. Və gəlin sonuncu yataq otağı ilə də sizi tanış edeyim. Burada sonuncu yataq otağıdır. Ümumilikdə 4 yataq otağı, 3 hamam otağı var dostlar. Yataq otağının ikisində hamam otağı mövcuddur. Deməli, 7 sot torpaq sahəsində 5 otaqlı bağ evi 625 min manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.